Alqoritmlərin biznesləri necə böyütdüyünü öyrənmək üçün ikinci panelimizə start veririk. Data və süni intellektlə dəstəklənən marketinq. Panelin moderatoru Ozion'un marketinq departamentinin rəhbəri Uğur Məmmədovu alqışlarınızla səhnəyə dəvət edirik. Hər kəsi salamlayıram. Burada bir kiçik bir düzəliş edəcəm. Məmmədov yox, Mahmudov. Mən Uğur Mahmudov, ikinci panel aparıcımızın da qeyd elədiyi kimi ikinci panelin moderatoruyam. Mövzumuz bəllidir. Burada hər kəsin də maraqla dinlədiyi və yaxud da günlük həyatında belə istifadə elədiyi AI və data üzərində olacaqdır. Hətta belə deyim ki, bəzi xanımlar var ki, özələ kofesini, türk qəhvəsini içib belə falı belə ChatGPT-də axtaranlar belə vardı. Hətta az öncə birinci paneldə də Şəmsi bəyin, spikerin mövzusunu AI vasitəsi, süni intellekt vasitəsilə analiz edib ona sual verməsi üçün bir çox artıq həyatımızda yer alıbdır. Mən indi burada öyrənmək istəyərdim sizlərdən bir-birimizi tanımaq üçün. Marketing sferasında neçə nəfər var burada? Bir əlləri görək. Marketing sferasında. Əla. Bəs AI ilə və ya data ilə işləyən neçə nəfər var burada? Yox, marketing olmasın. Ümumiyyətcə, yəni süni intellekt platformalarından, alətlərindən və datadan istifadə edən neçə nəfər var? Əlləri görək. Əla. Rufanə xanım əlini qaldırmasaydı, şübhələnəcəkdim. Ən çox istifadə edənlərdən biri odur. Az öncə dedim, o kofe söhbətinin əsasında Rufanə xanım istifadə edir öz kofe şopunda. Gələn müştərilərin kofelerini, belə deyim ki, içdikdən sonra süni intellektlə onlara bir köməklik də edir. İndi, az öncə birinci bölümdə dediyim kimi bəhs elədik, okeanda üzdük, brenddən danışdıq. Amma indi gəlin, keçək biz mövzumuza. Spikerlərimizi mən dəvət edirəm səhnəmizə. Babaxan Məlişli. Babaxan bəy Paşa Bankın baş rəqəmsal marketinq mütəxəssisi və Digital Hero platformasının təsisçisidir. İndi öz təcrübələrinə əsasən bizim data və AI, süni intellekt mövzulu panelimizə başlayır. Buyurun Babaxan bəy, mikrofon sizdə. Başlayaq birbaşa. Bəli. Çevirici olacaq. Necə? Clicker. Gəlin belə eləyək. Digər spikerləri də mən bura dəvət eləyim. Onları da gözləməsinlər. Növbəti spikerimiz Nadir Ağabəyovdur. NAN agentliyin təsisçisi və təcrübəli marketoloqdur. Buyurun, salaq. Üçüncü spikerimiz Fuad Əlizadə. FMC şirkətinin rəqəmsal marketinq rəhbəridir və Sağlam Yaşa layihəsinin təsisçisi. 3 dənə spikerimiz var. Üçü də demək olar ki, data və AI, süni intellekt və rəqəmsal marketinq üzrə ixtisaslaşıbdır. Bazarda öz sözünü demiş, idarə etdiyi komanda və yaxud da ki, belə deyim, çıxış etdiyi sektorda uğurlu layihələrə imzalar atıbdır hər bir üçü.